Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü, dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri ucbatından özlərini itirə bilirlər. Maarifləndirici və təbliğat xarakterli işlər daha da dərinləşdirilməlidir. Yəni insanlar təkcə dalğa var, üzmək olmaz kimi xəbərdarlıqlara yox, bu dalğaların insan bədəninə təsirini bilməlidirlər. Axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslər gedir, bunlar barədə agah olmalıdırlar. Çimərliklərdə insanlar tərəfindən qaydalar pozulduqda, məsələn, qadağan olunmuş çimərliklərdə istifadə və ya alkoqol qəbul edib suya girdikdə bu hallara həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməlidir ki, insanlar bu davranışlardan çəkinsinlər.